Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Hər vaxtınız xeyirli olsun. Dəyərli mömin bacı və qardaşlar, hər birinizi salamlayıram. Bugün sizlərə ən çox verilən suallardan birini izah edib əməli bir şəkildə göstərmək istəyirəm. Sual olunur, bəzən namaz qılırıq, namaz qıldığımız əsnada uşaq mühürü götürür, ayrı bir səmtə aparır və yaxud da ki, fərz edək bir nəfər məsciddə, Hüseyniyyədə və yaxud da ki, bir ziyarətgahda namaz qılır. Namaz qıldığı əsnada önündən keçən bir şəxsin ayağı mühürə dəyir və mühür ayrı bir səmtə hərəkət edir. Belə olduğu təqdirdə bu şəxs namazını nə şəkildə tamamlamalıdır? Baxın, əgər bir nəfər namaz qıldığı əsnada uşaq qarşısından mühürü götürüb ayrı bir səmtə aparırsa və yaxud da ki, bir nəfərin ayağı mühürə dəyir və mühür ayrı bir səmtə hərəkət edirsə və bu şəxsin sağında, solunda, önündə, arxasında o şeylərə ki, səzdə etmək icazəlidir. Belə bir şey vardırsa, məsələn, fərz edək uşaq mühürü qarşından götürüb, bir neçə addım qarşıda buraxır yerə və yaxud da ki, sağında və yaxud da ki, solunda buraxır yerə. Belə olduğu təqdirdə bu şəxs namaz əsnasında önə tərəf və yaxud da ki, sağa tərəf, sola tərəf hərəkət edib, həmin o mühürə səcdə etməsi icazəlidir. Lazım deyil namazı kəsib yenidən qılsın. Amma 3 dənə şərti var bunun. Birinci şərt bundan ibarətdir ki, namazda hərəkət etdiyi zaman qiblədən üzünü döndərməməlidir sağa sola, qibləyə baxmalıdır. İkinci şərt bundan ibarətdir ki, çox fasilə buraxmamalıdır. Məsələn, fərz edək ki, uşaq mühürü götürüb, aparıb ayrı bir otaqda qoyub. Diqqət edirsiniz, bu ora qədər gedənə qədər fasilə çox yaranacaq, namazın şəkli sınacaq. Diqqət edirsiniz, belə olduğu təqdirdə icazəlidir. Bir neçə addım sağa, sola, önə hərəkət etməsinin heç bir eybi yoxdur. Və bunu da nəzərinizə çatdırım ki, üçüncü şərt bundan ibarətdir ki, zikir dediyi zaman hərəkət etməməlidir. Zikrini saxlamalıdır və ondan sonra hərəkət etməlidir. Məsələn, mən bunu əməli bir şəkildə göstərmək istəyirəm. Məsələn, fərz edək mən buradayam. Uşaq mühürü götürüb bir neçə addım qarşıya aparıb, üzümü qiblədən döndərmədən, zikir demədən və çox fasilə buraxmadan bir neçə addım hərəkət edirəm önə tərəf. Sonra rukuya gedib səcdəyə gedirəm. Və yaxud da ki, fərz edək ki, uşaq mühürü götürüb bir neçə addım sağ tərəfdə buraxıb. Mən qiblədən üzümü döndərmədən, zikir demədən, çox fasilə buraxmadan bir neçə addım sağa gedirəm, sonra rukuya gedib səcdəmi yerinə yetirəm. Və yaxud da ki, bir neçə addım sol tərəfə hərəkət edirəm, qiblədən üzümü döndərmədən, ondan sonra rukuya gedirəm və səcdəmi yerinə yetirirəm. Bunu da nəzərinizə çatdırım ki, əgər sağında, solunda, önündə o şeylərə ki, səcdə etmək olar yoxdursa, belə olduğu təqdirdə bu şəxs eləyə bilər, xalçaya və libasına da səcdə etsin və sonradan yenidən namazı qılmağa və yaxud da qəza etməyə də ehtiyac yoxdur. Vəssalamu aleykum və rəhmətullah.